Xamne'nin bu sözü ki, Trump'ın dəxalətləri İranın vəziyyətin daha çətinləşəcəkdir, bu mənadadır ki, İranın vəziyyəti görünür ki, gələn həftələrdə, gələn aylarda çox-çox indikindən də çətin və pis olacaqdır və Xamne ona zəmin yaradır. Yəni, özü indidən görür ki, vəziyyət qarışacaqdır, salır Amerikanın boynuna. Amerika əvvəldən Cumhuri İslamiyə bir bahane olub ki, millətin istəklərini həmişə rədd eləmək üçün desin ki, istəklər Amerikalıların istəyidir. Hər kəs haqqını istəyibdir, deyib bu Amerika casusudur. Hər kəs etiraz eləyibdir, deyib bu İsrailin ajantıdır, Amerikanın ajantıdır və İran istəyirlər şuriş salsınlar, İslam Cumhuriyyətini istəyirlər dağılsınlar. Xamne'nin danışıqlarına diqqət eləyəndə görürük ki, onun sözlərinin yarısından çoxu düşman onun üstündədir. Heç vaxt qəbul eləmir ki, İranda bu çətin vəziyyəti İslam Cumhuriyyəti yaradıbdır. Sərvətli böyük bir ölkəni fəlakətə salıbdır. Həmişə bunu sanksiyalara mərbut eləyib, həmişə bunu Amerikanın, İsrailin dəxalətlərinə bağlayıb və öz eybilərin, öz iradların qəbul eləməyibdir. İranda suları qurutma, Urmu dəryaçası kimi böyük dəryanı qurutma, çayları qurutma, hər yeri veran eləmək, məmləkəti biyabana çevirmək Amerikanın əlinin dəyirdir. İslam Cumhuriyyətinin qələt siyasətləri bu işi görübdür. Qazın olmaması, bərqin olmaması, suyun olmaması, millətə çətinlik yaratmaq Amerikanın əlindən olmayıbdır. Bu hökumət iş bilən adamları atıb qırağa, onları ondan ötürü ki, rəhbərinə bir fikirdə deyirlər, rəhbəri qəbul eləmirlər, qırağa qoyubdur. Nəhayətdə o adamlar ki, üstə gəliblər, heç birinin o məqama ki, yetişiblər, ona ləyaqətləri yoxdur. Və məmləkəti bu günə salan budur ki, İranda o iş bilənlər, nuxbələr qırağa qoyulubdur, pəxmələr, axmaq adamlar gəliblər, iş başında oturublar. Parlament nümayəndələri, Allah qoysunlar, millət nümayəndəsi adlandırırlar. Amma elə seçiblər, elə dalı qalmış adamlar aparıblar parlamana ki, onlar danışanda, qulaq asanda hər İranlı xəcalət çəkir ki, bu nə nümayəndəsidir, bu nə adamdır ki, gedib orada parlamanda oturubdur, iskort verirlər ona, şofer verirlər, maşın verirlər, ev verirlər, yuxarı zaten maaş verirlər, onu mühafizət edirlər, gəlib danışanda elə bir nəfər dağ danısından gələn adamdır, danışır, danışmağını başarmır. Nəhayətdə məmləkətin vəziyyəti qatan İslam Cumhuriyyətinin öz siyasətləridir və Xamneyi istəmir desin ki, deyəcən siyasətləri qələtidir. Ondan ötür indidən salır Trump'ın boynuna ki, Trump dəxalət eləsə, İranın vəziyyəti yenə də çətinləşəcək, yenə dərkən. Bu, qeybidən danışmaq deyil. Hər analiz eləyən bilir ki, əgər bu siyasətlər ki, Əli Xamneyi qabağa aparır, davam tapsa, İranın vəziyyəti yenə də pisləşəcək, yenə də çətinləşəcəkdir və millət indiki vəziyyətdən də artıq əziyyətə düşəcəklər, çətinə düşəcəklər. Hər halda illərdir ki,
Millət bu nəticəyə yetişiblər ki, İranın əsl məsələsi İslam Cumhuriyyəti və onun rəhbəridir. Və indi bu yerə yetişiblər ki, bu fəlakətdən qurtulmaq üçün gərək İslam Cumhuriyyətinə son qoyulsun, rəhbəri də o hökumətlə birlikdə millətin əli ilə qırağa qoyulsun, vəziyyət ta dəyişilsin.